İbrahim əleyhissalamın öz oğlunu qurban kəsmə məsələsi, işimiz yoxdur, İslamda filan kəs, başqa dində, başqa. Söhbət ondan gedir ki, bu hadisə bəli, baş verib, verimmi, verib, bəli. Sadəcə olaraq bunun hikmətinə biraz diqqət yetirmək lazımdır. Nə üçün Həzrət İbrahim əleyhissalam öz oğlunu qurbangaha gətirdi? Bunun dini mənbələrdə, İslami mənbələrdən gedir söhbət. Bir neçə səbəbi açıqlanır. Birincisi, Həzrət İbrahim əleyhissalamın Allaha olan sevgisinin, o səmimiyyətin yoxlanılması. Çünki İbrahim əleyhissalam 80 və yaxud da 90 yaşında tapmışdı o övladı. Yəni, onun övladı dünyaya gəlmişdi. Onu Allah əmr elədi, oğlunu qurban kəs, görək həqiqətən də bu imtihandan çıxacaqmı? Bu bir. İkinci mühüm bir məsələ, nəinki Şumerlərdə müəllim qeyd etdi, eyni zamanda biz Misir mədəniyyətində də bunun görürük ki, övladın qurban... Xüsusilə qız uşaqların. Hətta Nil çayı ildə bir dəfə xüsusi bir ayini idi. Nil çayının daşdığı ərəfədə ən gözəl qızı seçib atardılar Nilə ki, Yunanlarda da var idi. Var idi, bəli, digər mədəniyyətlərdə. Apollon məbədləri. Homerin Troya, İlyadasında Agamemnon qızını qurban verir. Və dünyaya göstərir ki, ordusuna ki, mən qızını qurban verir. Bəli, bütün mədəniyyətlərdə olduğuna görə Həzrət İbrahimə ona görə oğlunu kəs əmr olunur və hadisə baş verən anda Allah onu imkan vermir. Dəyişir ona görə ki, övladdan, insandan qurban olmaz.